əmsalı 1,5 olan mühitdən mütləq sındırma əmsalı 1,3 və 1,6 olan mühitlərə monoxromatik işıq şüaları düşür. Euler-Venn diaqramında uyğun bətləri müəyyənləşdirin. Baxın, birinci mühitdə nədir? Baxın, birinci halda nə olur daha doğrusu? 1,5-dən, yəni sındırma əmsalı 1,5-dən necəyə keçir? 1,3-ə keçir. Deməli, sındırma əmsalı nə olur? Azalır. İkinci halda isə 1,5-dən necəyə keçir? 1,6-ya keçir. Onda en sındırma əmsalı nə olur? Artır. İndi bax, tezlik dəyişmir. Hər ikisində dəyişməyəcək. Çünki bir mühitdən digərinə keçəndə tezlik dəyişmir. Ona görə 1 getdi ortağa. Dalğa uzunluğu artır. Biz bilirik ki, dalğa uzunluğu lambda 0 bölünsün n-də, düzdürmü? Və n birinci halda azalır. Ona görə dalğa uzunluğu nə olacaq? Artacaq. Deməli, 2 getdi birinciyə. Digər halda isə, məsələn, ikinci halda baxsaq, lambda 0 bölü n-dir. N nə olubdur? N artıbdır. N artıb, lambda n-dən tərs asılır. Ondan lambda nə olacaq? Azalacaq. 3 də getdi bura. Düşmə bucağı sınma bucağından böyükdür. Yəni, birinci alfa 1 işarə eləyək, düşmə bucağını, sınma bucağını alfa 2 qeyd eləyək. Alfa 1 alfa 2-dən böyükdürsə, deməli, burada n1 n2-dən kiçikdir. Yəni, nə olubdur? 1,6-ya keçibdir. Yəni, ikinci hal 1,5-dən 1,6-ya keçibdir. Onda nə olubdur? Yəni, birinci halda sındırma əmsalı ikinci haldan kiçikdir. Ona görə 4 də getdi ikinciyə. Yəni, 2, 3, 4, 1. Yəni, Y variantı uyğun gələcək. Toplayıcı linzadan 4F məsafədə cisim yerləşibdir. Xətti böyütməni hesablayın. Gəlin hesablayaq. Baxın, bizə cisimlə linza arasındakı məsafəni veribdir. Yəni, nəyi verib bizə? D-ni verib. D nəyə bərabərdir? 4F-ə. Və xətti böyütməni məndən soruşur. Yəni ki, bərabərdir suala. Deməli, 1 bölünsün F bərabərdir 1 bölünsün D, üstə gələ 1 bölünsün F-ə. Yazaq, 1 bölünsün F nəyə bərabərdir? 1 bölü 4F, üstə gələ 1 bölünsün F-ə. İndi baxaq, 1 bölü F çıxılsın 1 bölü 4F. 1 bölü kiçik F-ə bərabərdir. Ortaq məxrəc 4F-dir. Olacaq 4F, yəni 3 bölünsün 4F bərabərdir 1 bölü F-ə. Buradan da 3F 4F-ə bərabərdir. Xəyal məsafəsi 4F bölünsün 3-ə bərabərdir. Bir xəyal məsafəsini tapdıq. Cisim məsafəsi də 4F bizə verib. Biz də bilirik ki, xətti böyütmə nəyə bərabərdir? F bölünsün D-yə. Yəni, F-də 3-də 4F tapmışdıq. Deməli, 4F-lər ixtisar getdi, 3-də düşdü aşağı oldu 3-də 1. Yəni, G xətti böyütmə nəyə bərabərdir? 3-də 1-ə bərabərdir. Cavab olur A variantı. Toplayıcı linza üzərinə düşən şüadan linza sındıqdan sonra hardan keçir? Baxın, toplayıcı linza üzərinə paralel düşən şüa linzada sındıqdan sonra fokusdan keçir. Simmetrik göstərsə, görək. Gəlir hardan? N nöqtəsindən keçir. Cavab olur B variantı. İndi baxaq. Birinci, yaxından görmə qüsurudur. Yəni, yaxından görən gözdən gözün optik sisteminin fokusu tor təbəqəsindən qabaqda yerləşir və aradan qaldırmaq üçün səpicil linzadan istifadə olunur. Deməli, birinci oldu nə? Səpicil linzadan istifadə olunur, birincidə. İkinci isə uzaqdan görmə qüsurudur. Deməli, optik sistemin fokusu tor təbəqəsində deyil, ondan arxada yerləşir və toplayıcı linzadan istifadə etməklə deməli, qüsuru aradan qaldıra bilərik. İkinciyə də gedəcək toplayıcı linza. 1-4 düzgün ifadələrdir. Deməli, toplayıcı linzanın fokus məsafəsi, yəni F-i 50 cm-dir. Metrə çevirsə olacaq 0,5 metr. Optik qüvvə də bilirik ki, 1 bölünsün F-dir. Yəni, fokus məsafənin tərsidir də. Yəni, 1 bölünsün 0,5, bu da bizə nəyi verir? 2 diopteriyanı verəcək. Sonra, toplayıcı linzadan 2 qat fokus məsafəsindən uzaqda yerləşir. Yəni, D 2F-dən arxada yerləşir. D 2F-dən arxada yerləşirsə, tərsinə çevrilmiş, həqiqi və kiçildilmiş xəyal alınır. Yəni, 2, 3 və 4 düzgün ifadələrdir. Baxaq 7-yə. Toplayıcı linza qarşısında yerləşən cismin xəyalı. Baxın, böyüdülmüş xəyal 2F ilə F arasında olur. Yəni, O nöqtəsində. Sizə getdi bura. Bir də linza ilə fokus məsafə, yəni fokus arasında yerləşən, yəni P nöqtəsində. Yedə getdi bura. Deməli, birində möfhümi xəyal alınır, birində həqiqi xəyal alınır. S və Y getdi. Özü boyda 2F-də olmalıdır. Yəni, N nöqtəsində. B getdi bura. Kiçildilmiş isə 2F-dən arxada olur. Və bir də D. Yəni, S, Y, B, AD düzgün ifadələr olacaq.
Baxaq 8-ə. Şəkillər linzadan 60 sm məsafədə yerləşdirilmiş bir cismi və onun 3 dəfə kiçildilmiş xəyalı verilib. Baxın, bizə nəyi veribdir? D-ni verib ki, 60 sm-dir. Bir də G xətti böyütməni verib ki, 3 dəfə kiçildilib. Yəni 3də 1-dir. Düzdürmü? İndi deyir ki, xəyal hansı linzada alınıb? Baxın, 3 dəfə kiçildilmiş xəyal alınıbsa və düzünə xəyalı görürük, bu səpici linzadır. Səpici linzada bu yazaq səpici linzadır. Yəni düzünə kiçildilmiş xəyal alınır. Bu linzada gözün yaxından görmə qüsurunu aradan qaldırmaq üçün istifadə olunur. Yaxından görmədə də demişdik nədir? Deməli, yaxından görən gözün optik sisteminin fokusu tor təbəqəsindən qabaqda yerləşir və səpici linza vasitəsilə arada qaldıra bilərik. Yaxından görmə qüsuru olan insanlar isə uzağı görmür. Yaxını görür, uzağı görmür. Bunun üçün də səpici linzalı eynəklərdən istifadə olunur. Daha doğrusu xəyal linzadan hansı məsafədə yerləşir? Məndən F-i soruşur. Baxın, biz bilirik ki, G nəyə bərabərdir? F bölünsün D-yə. Elə buradan biz F-i taparıq da, G vurulsun D. G-miz 3də 1-dir. D-miz isə 60-dır. Cavab eləyəcək 20 sm. Yəni, xəyal linzadan 20 sm məsafədədir. Fokus məsafəsi məndən soruşur. Səpici linza üçün düsturu yazsaq, mənfi 1 bölü F bərabərdir. 1 bölünsün D çıxılsın, 1 bölünsün F-ə. Düzdürmü? Buradan F-i tapsaq, olacaq D vurulsun F, bölünsün D çıxılsın F. Gəlin yazaq. D nə qədərdir? 60-dır. F 20-dir. 60 çıxılsın 20-də aşağıda. Deməli 40, yuxarıda da 60 vurulsun 20-ni saxlayıram. İxtisar getsə, aşağıda qalır ki, 60-ı da 2-yə böləndə tapacağıq. Cavab eləyir 30 sm. Yəni bizim fokus məsafəmiz olacaq 30 sm.